Növbəti hədis yenə Əbu Hüreyrədən gəlir. Allah Rəsulü buyurur ki, sallallahu aleyhi və səlləm, kim bizə silah qaldırarsa bizdən deyildir və kim bizi aldadarsa, qış eləyərsə bizə qarşı, o da bizlərdən deyildir. Hədisi Müslim rivayət edir. Bu hədisə göstərir ki, müsəlmana silah qaldıra bilməz. Müsəlman döyüşməsi doğru deyil. Böyük günahlardandır. Müsəlmanı vurmaq, söymək, təhqir etmək, ona silah qaldırmaq, hələ onu silahla öldürmək və s. Yeri qardaşım, onlar böyük günahlardandır. Həmsə aldatmaq, xəyanət eləmək, müsəlmana qarşı qış eləmək, yalan danışmaq, qardaş, böyük günahlardır. Müsəlmanı aldadar mı, qardaş? Müsəlman o kəsdir ki, onun dilindən və əlindən digər müsəlmanlar salamatlar. Bu həqiqi müsəlmandır. Və yoxsa elə müsəlmanlar Allah qorusun. Nə dilindən salamatlıq, qardaşım, nə əlindən. Qiyamət ki, bu qədər haqlarla gəlib neyəcək, qardaş? Söymədiyi, döymədiyi, haqqına girmə adam qalmır. Özü hesab edir ki, bu qədər salih əməllərin var. Hamısı hədiyyə elədin, qardaş, səndə qalmayacaq. Haqsızlıq belədir, vallahi. Əməlləri puç eləyir. Əməlləri təkcə şirk, küfür, bidət puç eləmir ki, qardaşım. Günahlar da puç eləyir. Necə puç eləyir? Sənə yox, başqasına qismət olur. Puç oldu, yoxsa yox. Puç olmaqdır da, qardaşım. Səndə qalmadı da. Dağlar qədər sağlarla gələn adamlar da ki, heç nə görməyəcək tərəzisində. Hanı? Hanı? Sən bu qədər zülm eləmişsən, qardaş. Onu söymüşsən, bunu söymüşsən, öbürsünü vurmuşsan, bunu təhqir eləmişsən, birinə silah qaldırmışsan, birini allatmışsan, birinin qeybətini eləmişsən, öbürsünü nəmmamlıq ara vurmuşsan və s. Billah, haqlara bax nə qədərdir. Borc alıb qaçmışsan, allatmışsan, ona zülm, buna zülm, qardaş. Gəlir qiyamət ki, sevincək, fərəhlə, dağlar boyda savablar gedir, bir də görüş azar-azar gedir, heç də qalmır. Hanı? Getdi məzlumlara. Haqlara girmək lazım deyil. Allah müdaxilə eləmir haqlara. Qullar arasında olan haqlara Allah müdaxilə eləməz, adildir. Bəndəsinin haqqı var. Bu dünyada halallaşmaq lazımdır. Halallaşmaqın qaldığı qiyamətə artıq Allah müdaxilə eləmir. Özü ilə bəndəsi arasında keçir. Şirkdən savayı təbii ki. Amma qullar arasında olan haqlar var. Allah Taala adilliyindən müdaxilə eləmir. Halallaşardınız, möhlət diyarındaydın. Niyə qeyb halallıq almadın? Və niyə keçmədi? Artıq qiyamət günü halallaşmaq yoxdur. O vaxt hamı istəyir ki, tərəsi ağrı gəlsin. Həsənətləri möhtacdır. Pula dövlətə yox, vara dövlətə yox. Ailəsi ondan qaçacaq, ona həsənət verəndə yox. Kimdən qopartdım qənimət? Bax, belə bir vəziyyət. Baxacaq ki, zalimlar var, zülm edib, bunun haqqına girib. Cüzi bir şey də olsa istəyəcək, subhanallah. Cüzi bir şey də olsa. Bir çöpünü belə haqsız yer almışsansa, onu istəyəcək. Allah Allah. İndi burada keçən ala bir dənə çöp idi də, nə idi ki? Oldu da adi bir şey idi. O gün adi olmayacaq. O gün sənin üçün çox əzəmətli. Allah Allah, həsənətin getdi filan kəsə. Niyə? O vaxt bir çöp ondan götürmüşdüm məsələn. Adi bir çıxma vurmuşdum. Halalı qalmadın, getdi. Qiyamət ki, onu da istəyəcək. Ona görə müsəlmana qarşı zalim olur. Qəlbi də, dili də müsəlmanlara qarşı salamat olur. Hətta qəlbinlə belə. Çalış müsəlmanlara nifrət eləmək, bağışlamağı, keçməyi, əff etməyi bacarmaq lazımdır. O qiyamət günə qalmasın. Qardaş, kim Allaha asidir aramızda? Vallahi həmişə deyirəm, qardaşlar. Müəyyən hallarda qəlbi sələfdən kiməsə halallıq verməyir, bəddua edir və s. Lakin o müəyyən hallardır. Başa düşsən necə, qardaş? Bunu əsl odur ki, gələ əff eləyəsən. Bu əsildir. Elə biz hansı rivayətlər götürək? Bağışlayanların rivayətini götürək də, əff eləyənlərin qissələrini götürək də. Zaten onlar kimi deyilik imanda, əməldə. Düzdürmü? Heç olmaz əff edin ki, Allah da mənə əff eləsin, qardaşım. Bəli, gəlib sələflərdən kimsə bağışlamayıb, kiməsə bəddua edib. Lakin onun əməlinə, imanına baxanda biz o deyilik. Və xüsusi hallardır, müəyyən hallardır. Lakin əsl odur ki, bağışlamaq lazımdır, əff eləmək lazımdır. Biz də əff eləyənlərin qissələrini götürək. Keçənlərin hədislərini götürək, həyatlarından ibrət alaq ki, keçib, bağışlayıb, Allahın mərhəmətini umub. Peyğəmbər sallallahu əleyhi və səlləm birinci özü görsün, heç kəsə qarşı qəlbində kin kütək qoydu. Hətta gördüm Məkkəni fəth edəndə hamını bağışladı. Dedi, gedin, azad edirəm sizləri, gedin, azadsınız. Sizə işim yoxdur. Nə qədər insanlar bağışlayır. Həmçinin ondan sonra gələnlər, sahabələr və tabiinlər və s. və Allah və sələfin həyatına baxanda görsən, nə qədər Allah üçün keçənlər olub, nə qədər. Gəlin biz onları götürək. Əsl də odur. Çünki zaten onların həyatı kimi həyatımız deyil. Heç olmasa biz bağışlayaq ki, bəlkə Allah da bizi bağışladı. Rəhm edin ki, rəhm olmasınız. Yer üzərində olanlara rəhm edin ki, səmada olan sizə rəhm edəsin. Ona görə gözəl qardaşlar, deyirəm ki, əff eləmək ən gözəl olandır. Bağışlamaq, kin saxlama, nifrət bəsləmə, elib, halal xoş olsun. Mən keçdim qardaş, qiyamət gün qarşılaşmayaq. Necə ki, sələflərdən biridir, İmam Əhmədin sözüdür.
Dəstədə qeyd eləmişəm. Deyir ki, sənə görə Allahın bir müsəlman qardaşına əzab verməsin, sənə heç bir faydası yoxdur. Yəni, mənə görə Allah kiməsə əzab verəcək gəlmək ki, mənə bir faydası var, qardaşım. Yoxdur, onun Allah, günahın varsa, haqq hesab var Allahla mənim aramda. Deyir, sənə görə bir müsəlman qardaşı var, sənin haqqıma görə, sənə görə Allahın deyir, ona əzab verilməsi sənə heç bir faydası yox. Vallahi yox. Filankəs haqqıma girib, Allah cəzalandırdı, mən keçmədim. Nə oldu, mənə nəsə oldu, qardaş? Yenə mənim də günahlarım var, Allahla qarşılaşacağım, qardaş. Tək söhbət, haqq hesab var. Allah təala hər bir kəsdən heç bir tərcüməsi olmadan haqq hesab edəcək. Məndən qabaq mənə zülm edən Allah əzab verdi. Sonra indi gəldi mənə növbə. Mənə xeyri var ki onun. Heç bir xeyri yoxdur. Ona görə bağışlanmağı seçmək daha doğru yoldur. Əfv etmək, keçmək bu daha doğru olandır ki, bəlkə Allah da məni belə bağışlayar. Mən müsəlmanı bağışladım, Allahın mərhəmətini umuram, Allah da məni Allah bağışlayar. Biz belə fikirləşək. Belə bizə yaraşan da budur. Bizim halımıza uyğun olan da budur. Allah bizi daim bağışlayan, əfv edən, bəndərli nəsə, Allah təala bizi günahlardan uzaq eləsin. Növbəti hədis, Əbu Hüreyrədən gələn hədis deyən Allah Resulü buyurur ki, sallallahu aleyhi və səlləm. Deyir, Adəm övladı insan, idəmətəl insan. İnsan öldüyü zaman onun əməlləri kəsilir 3 şeydən başqa. Bütün əməllər kəsilir 3 əməldən başqa. İllə min sadaqatin cəri. Axar sədəqə, faydalı elm və həmçinin salih övlad. Onun üçün dua edən salih övlad. Bu 3 şeydən başqa bütün əməllər kəsildi, qardaşım. Elədir. Ona görə həmişə deyirəm, qardaşlar. Birinci özümü asıram sizlərə. Çalışın elə əməllər edin ki, səndən sonra yenə əsəri qalsın. Başa düşürsünüz nə deməkdir? Evet. Namaz qıldım, özümə öldüm, namazın sahibi dayandı, dayanmadı. Dayandı. Amma elə əməl var ki, sən öləndən sonra elə sənə yazılır. Yox sən həyatda. İnsan ölüb, lakin hələ də sahibi yazılır. Bax, belə əməllər həris olmaq lazım. Onlardan bir nədir? Axar sədəqə. Məsələn, bir yol çəkirlər. Sən də deyir, qardaş, mən də bir pul vermə. Deyək, hamısa sənin pulun çatmır. 50 maddə mənlə, məsələn. Kəndə yol çəkirlər, cəmaət yazıq gündədir. Palçıqda gedir, palçıqda gəlir. Uşaqlar və s. ailələr, qadınlar, kişilər, qocalar. Əziyyət yoxsa yox, qardaşım. Eşidirsən ki, yol çəkirlər. Bismillah, sən də ver. O yoldan hər dəfə gəlib gedir, sən dünyada dəhşətlə, sən savab yoxsa yox? Savabdır. Yəni, elə savablar var ki, əməllər var. Onun savabı səndə qalır. Onun faydası səndə qalır. Sən ki, namazların mənə bir faydası var, qardaşım. Özündə qaldı da. Orucların mənə bir faydası var, yox, sənin özündə qalacaq. Eləmək demirəm elm, elə. Amma eləməklər də var ki, onun mənə də faydası var. Həmçinin sənə də faydası kəsilmir. Yenə davam edir. Axar sədəqə, məscid tikirlər, inşası, pul yığırlar, bismillah. Ağac əkdin, nə gözəl. Ağac əkdin, qardaş. O ağacdan, onun məhsulundan, onun bəhrəsindən kim görəcəksə faydalanacaq qardaş. Sənə sahib gəlirsə ki, o gəlmir. Hətta deyək ki, meyvə vermir. Kölgəsində oturacaqlar, vallahi savab. Dünyada yoxsan, hər dəfə oradan ağacdan istifadə olunduqca, o kölgəsində kimsə oturanda qardaş, sənə savabdır. Oğru belə onun məhsul oğrasa sənə savab gəlir, sənin sədəqən hədisə gəlir. Məsələn, ağac əkibsən, oğru gəlib oğruyur meyvəsindən. İndi adam var deyir, bu nədir? Allah bunu belən olsun. Mən əkirəm oğruyur. Adam deyir ki, subhanallah, mənə sədəqədir, savab gəlir. Fərqli insanlardır, görsən. Heyvan belə o ağacın məhsuluna yesə, vallahi sənə sədəqədir. Nə deyir Allah Resulü sallallahu aleyhi ve sellem? Deyir ki, qiyamətin qopacağını savab etsə, yenə ağac ək. Nə qədər fəziyyətli bir əməldir. Kimsə yarpağından istifadə edir, ağaclar yarpağından istifadə edirlər, kimsə budağından istifadə edir. Fərqli ağaclar var. Sənə savabdır, qardaş. Hər bir halda su quyusu. İnsandan suya ehtiyacı var. Yoxdur, Erbakur deyir ki, su yoxdur. Su quyusu düzəldirlər, sən sahib olduğun axar sədəqədir. Dünyadan köçsən də hər dəfə oradan istifadə olunsa sənə savab gəlir. Və yaxud da ki, nə bilim, bir yerə qaz çəkirlər, səndən nəsə bir xidmətə göstərən bir kənd yeridir, obadır və s. və illa hər bir halda özündən sonra bir əsər qoy gel. Həmçinin ikinci əməl hansıdır dedi? Faydalı bir elm. O elm ki, ondan insanlar faydalanır. Bütün şəriət elmləri. Xüsusən. Yəni, Quran üstündə elm deyiləndə şəriət elmlərindən söhbət edir. Kimin sağlığına fizika, coğrafiya, kimya gəlməz. Onda ikinci dərəcədir. Əsl odur ikinci növbət nədən gedir? Şəriət elmləri. Bax, indi hədis oxuyuruq. Kimdən rivayət olunur? Əbu Hüreyrədən. Düzdür, qardaş. Kitaba salan kimdir? Deyək ki, İmam Müslimdir. Hələ Əbu Hüreyrədən oxuyuruq.
Əbu Hüreyrə qədər isnadda ravilər var. Fayda elm qoyub getdilər qardaşım. Qiyamət qədər oxudunuz, hər bir savab qazanır. Təbii ki, ən başa duran Peyğəmbər sallallahu aleyhi və səlləm heç o aydın məsələ. Qiyamətə qədər bütün nə əməlimiz var, salih əməldə hamısı onun payı var. İndi deyək ki, ondan aşağı olan bizlər. Əbu Hüreyrə rivayət elədi. Sənədində ravilər var, çatdırdılar. İmam Müslim kitaba saldı. İndiyənə qədər oxuyuruq. Gör nə qədər savab qazandılar. Faydalı elm qoyduqsa qoymadı qardaş. Deməli bu hədisi götürüb. Kimsə əməl eləsə, Allahu Akbar, yenə savab qazanır. Səbəbkar kim oldu? Deyək ki, İmam Müslim topladı, biz də oxuyuruq. Və digər sahabə və ya tabinlər, rivayət edənlər. Bizə gəldi, çatdı. Həm görsən fayda elm qoyub gedib, həmçinin biz bu hədisə əməl eləyəndə yenə savab qazanırlar. Səbəbkar olurlar. Allahu Akbar. Faydalı elm. İmam Buxari, İmam Müslim, hədis alimləri, şəriət alimləri gör, nə qədər savab qazanırlar yazdıqları kitablar sayəsində, qoyub getdi elm sayəsində. Biz də bunu eləyə bilərik. Ən azından necə qardaşım, bu faydalı elm yaymaqla. Qardaş, dərsləri yayıb paylaşmaq lazımdır. Qulaq assın, paylaş, qoyub başqalar eşitsin. Faydalı elmi yaymaqdır. Belə də savab qazanmaq olur. Dərsi keçdi, sən paylaşdın. Bir məqalə də yazıblar, sən paylaş. Yəni hamımız savab qazanaq. Yəni bu fayda elmdən hamımız savab qazana bilərik. Deyək ki, mən keçdim, atdım, YouTube'a qoydum. Qalıb YouTube'a. Kim baxacaq, inşallah ki, mənə savab. İnşallah da bunu ümid edirəm. Sən paylaşsan, sənə də savab. Niyə sonra faydanın yayılmasında səbəbkarsan? Evet. Madem kitab yaza bilmirik, dərs hazırlayıb təqdim edə bilmirik, heç olmasa bunu yayaq, belə savab qazanaq da qardaşım. Sən paylaşsan, yaysan, kim qulaq atsa, kim faydalansa, vallahi sənə də xeyirdir. Sən də nə qədər savab qazanmış olursan. Həmcə üçüncü nə idi? Ona dua edən salih övlad. Övladların tərbiyəsinə xüsusən diqqət yetirmək lazımdır. Niyə görə? Həmçinin faydası sənə var. Həm o faydalanacaq. Cəmiyyətə salih bir insan yetişdirdin. Onunla yanaşı həmçinin sən də faydalanacaqsan. Çünki niyə? Sən bu dünyadan köçəndə sənin üçün dua edəcək. Ya Rabbim, atama anamı bağışla. Məni yetişdirdilər, böyütdülər, tərbiyə verdilər, təlim verdilər, İslamı öyrətdilər, din öyrəndim. Dua edəcək, gör nə qədər sən də savab qazanırsan qardaşım. O da əməl etdikcə sən yenə savab qazanacaqsan. Bu da elə bir sanki bir axar sədəqə kimidir. Yetişdirmirsən, böyütmürsən, öyrətmirsən, bu əməl etdikcə sən savab qazanırsan. Həm o qazanır, həm də sən qazanırsan. Ona görə övladların tərbiyəsinə xüsusən fikir vermək lazımdır ki, qoy onlar da bədbəxt olmasınlar. Biz bilirik, deyək ki, az çox əməl edirik. O da böyüyünə qoy da əməl sahibi olsun, salih əməl sahibi olsun. Bunun üçün onların tərbiyəsinə xüsusən diqqət yetirmək lazımdır. Biz bugün dünyası üçün çalışırıq, müəllim yana qoyuruq, məktəbə qoyuruq, kurslara qoyuruq, ay nə bilim, ora qoyuruq, bura qoyuruq, proqram öyrədirik və s. və ilə axır sənət öyrədirik, dinə gələndə cahilim bilir. Qardaş, sənə ən çox elə bu birisindən qərar göstərməliydi, axirət elminə. Axirət üçün daha çox çalışmalıydı. Örgət də bu da lazım. Mən demirəm dünya lazım deyil. Amma axirət olmayandan sonra bu dünyanın nə mənası var qardaşım? İnsan dünyasını təmir edib, axirətin xaraba bina qoyub, nə mənası var qardaş? Elə yaxşı olmaz ki, həm dünyasına mahirətini bərpa edəsən, təmir edəsən. Örgətdə dünyanı da örgət. Qoy örgənsin. Sənət örgənsin, iş örgənsin, nə bilim, proqramlar örgənsin, vəzifə örgənsin, geçsin həkim olsun, mühəndis olsun, nə bilim, kim olur olsun, hörmətli bir şəxsiyyət olsun. Qardaşım, qoy axirət də yanında olsun da. Qoy namazı da olsun, orucu da olsun, ibadəti olsun, salih əməldə olsun. Niyə ikisi olsun, nə yaxşı olar? Niyə buna çalışmırıq? Dünyavi elmi öyrənmək üçün hər cür pul xərcləyir. Amma deyək ki, qardaş, bunu ərəb dilində öyrət, siz Allahın kitabı üzərindən oxuya bilsin. Yox, pulla da olsa müəllim tutur, ona pul verən yox, amma havaya axtarır. Qardaş, gedib İngilis müəllimi 100 manat pul verirsən, verirsən. Nə bileyim, filan fənlər üçün 100 manat, 150 manat verirsən, filan proqramı öyrənmək üçün 200-250 manat xərcləyirsən, qardaş, 50 manat da ver, ərəb dili öyrənsin də. Nə olar ki? Öyrənsin, baş Allahın dilini oxumağı bacarsın da, kitabını oxuya bilsin sonra, ən azından. Quran oxuya bilsin, ən azından açsın bir təfsirini oxusun. Öyrənsin, ərəb dili də bir dildir, Allah həmd olsun, dünyavi bir dildir. Ən çox yayılan dillərdən biri həm də dinimizin dilidir, şəriətin dilidir. Elə qoy onu da öyrənsin. Niyə xərcləmirik, qardaş? Xərcləmirik. Lazım gəlsin, müəllim tut, pulla da olsa, qoy Quran öyrətsin, amma öyrətsin. Qoy Qurandan da bir payı olsun, əzbəri olsun. Sabah yaşaşanda ay bala, gəl keç qabaqda namaz qıldır, yorulmuşam. Mən qıldıramıram. Nə pisdir, qardaş? Öyrətmirik. Müəyyən zikirlər var, öyrətmək lazımdır.
Müəyyən sürələr var. Öyrətmək lazımdır qardaş. Lazım gəlsə müəllim tut pulu ilə də olsa öyrət. Qoy gəlsin. 100-150 manat, 200 manat verə bilirsən dünyavi fənlərə. Nə ola bilər 50 manat da İslamı tür xərclədə. Nədir ki onun yanında? Yenə az deyil belə baxanda. Daniel məzun onu demək. 50 manat verə, amma getsin nəsə öyrətsin qardaş. Ayda 50 manat pul xərclər. Övladın üçün də xərclər qardaş. Yəni övlada qayğı göstərmək, təhsil yedizdirmək, çizdirmək, geydirmək deyil. Həqiqi qayğı göstərmək, həqiqi qayğı. Təlim, tərbiyə, təhsil və ibadəti öyrətməkdir. Ən böyük qayğı budur. Elə yedizdirsiniz, mən uşağa baxmışam, yaxşı baxmışam. Bildi, yedizdirmirsən, çizdirmirsən, geyindirmirsən, bildi, gəzdirmirsən, lakin tərbiyəsi yoxdur, yaxşı baxmamısan. Demə yaxşı baxmışam. Dini imanı yoxdur, qardaş, yaxşı baxmamısan. Ey xanım, ey bacı, yaxşı baxmamısan uşağa. Lazım olan verməmişsən, tərbiyəsini verməmişsən. Pozdur tərbiyəsi, maraqlanmamısan. Din iman yoxdur, namaz qılmır, uşaq artıq böyük namaz qılmaq istəmir. Deməli, maraqlanmamısan. Nə olsun? Öz aləmində yaxşı baxmışam. Axı, mən neynədim, gedizdirdim, çizdirdim, geyindirdim, bu niyə belə oldu? Deməli, nöqsan buraxmısan da. Bəli, ola bilərsən, səvələrdən tutarsan, lakin olmuyor. Bu başqa məsələ. Bir də var, sən iş eləməmsən. Nöqsan sən tərəfdən. Deməsin də, mən uşağa hər şey eləmişdim, bu niyə belə oldu? Hər şey eləməmişdim, vallahi eləməmişdim. Allahın dinini öyrətsəydim, bugün peşman olmayacaqdı. Uşaqlar var, kafir kim böyüdürlər? At satıb həddi buluğa, kafir kim böyüdür? Evdə valideynlər ibadət əhli uşaq pis gündə, ateist, deist, nə bilim, 100 yola düşür. Çünki qayğı göstərməmsən. Dünyası üçün çalışırsan, ahirət üçün qayğı göstərməmsən. İndi peşmansın bir faydası yox. Otur da gecə səhər kimi doya ki, bəlkə Allah hidayət verir. Belə valideynlər deməsin, mən hər şey eləmişəm övladımıza. Eləməmsən, hər şey eləməmsən. Ən əsas olanı eləməmsən. Şəriət din öyrətməmsən, din öyrətməmsən, dini tərbiyə verməmsən, ədəb, əxlaq öyrətməmsən. Demə, hər şey eləmişəm. Yedizdirmək, içizdirmək, geyindirmək, gəzdirmək, hər şey deyil. Bizdə belə başa düşürlər. Hər şey vermişəmdir, hər şey edirəm də övladımız üçün. Edirəm, nə deyir? Bu yoxsa eləmirsən. Axirət tərbiyəsi, təlim yoxdursa, qardaş, heç eləməmsən övladıma, demə eləmişəm. Eləsəydin bugün də olmaz. Valideyn namaza gedir, övlad bara gedir. Övlad nəm, hara gedir, qardaş? Dostlarla gəzməyə gedir, içməyə gedir, çinməyə gedir, hara gedir, qardaş? Deməli, yaxşı tərbiyə verməmsən. Yenə deyirəm, səvələrdən götürüb, övlada canlardan danışmırıq. İbrahim Əleyhisselam atasının hidayətə səbəb ola bilmədi. Hər şey eləmiş də, olmadı. Allah Resulü nə qədər çalışdı? Əmisi Abu Talib ən sevimli insanlardan biri idi. Və hakimlərdən öz nəslindən kafir olanlar oldu. O eləmişdi. Biz kimdən, iradımız kimədir, qardaş? Heç nə eləmir, bində ağlayır ki, övladlarım hər şey eləmiş, bu niyə bugünə qaldı? Deməli, eləməmsən də, qardaş. Əgər biz deyənlər eləməmsənsə, yəni axirət tərbiyəsi, axirət təlim verməmsənsə, deməli, heç eləməmsən. Demə, hər şey eləmişdir, bu niyə belə oldu? Eləməm, eləsəydim belə olmaz. Allah övladlarımızı islah eləsin. Allah təala bizlərə bu işə yardım eləsin. Həqiqətən vallahi indiki vaxtda uşaq tərbiyəsi çox çətindir. Vallahi çətindir. Allaha and olsun çətindir qardaşlar. Yəni mən burada bütün müsəlman bazı qardaşlarıma deyirəm, vallahi, billahi, tallahi çox çətindir. Xüsusən bu vaxtda. Buna elə-belə baxmaq lazım deyil. Geyindir, keçindir, məktəbə göndərirsən. Qardaş orada bir şey öyrənib gəlir. Küçədə həyatda bir şey öyrənib gəlir. Evə də gəlir tamam başqa bir şey. Evdən çox çöldə bacadadır. Məktəbdə bir 5 saat vaxt gedir. Ata-ana biraz həyatda oynayım, get bir 2 saat həyatda oynadı qardaş. Bu evə gələndə artıq sən də yorulmuşsan, o da oynamaqdan, oxumaqdan yorulub. Bir şey qalmır, qardaş. Ona görə çox, maksimum dərəcədə diqqətli olmaq lazım. Hərədən bir şey, indiki vaxt uşaqlar hərədən bir şey gəlir. Heç şey demirəm, qardaş, telefon vermirsənsə, küçəyə buraxmaq lazım deyil. Orada nə zirzibili var, hamısını götürəcək. Sosial şəbəkələr. Uşaqdır, 8-9 yaşı var, TikTok'da hesabı var, qardaş. Sən də bu nə öyrənəcək mənim qardaşım? Ha, bu nə öyrənəcək? Hani qardaş, nə öyrənəcək, qardaş? Çölə buraxma, vallahi bu artıq pozulub. Fərqli şəkildə. Demədə çöldə qoruyuram pis uşaqlarda. Evdə qoruya bilmirsən, elə TikTok'u vermirsən əlində. Çöldən betərdir vallahi. Yenə çöldə futbol oynayacaq, həm qızlar orada ortada qaldı oynayacaq, qız uşaqlar. TikTok ondan betərdir, YouTube, Facebook ondan betərdir. Qardaş, sən ən betərini eləmsən. Telefonu verirsən əlinə, başı buraxmırsan. İndi ata işləyilməsədən yorulub, qadın mətbəxtdə və yaxud da adamlar oturur, seriala baxır, kinoya baxır, şousuna baxır. Uşaq da Allah bilir harada, nədə, hara girib, nə edir, nə işləmir. Bu uşaq bədbəxt olacaq da, bu uşaq böyle narkoman da olacaq, cinayətkar da olacaq, nə bilim, nə olacaq, yararsız bir uşaq olacaq. Valideyn də ki, ziyalıdır, uşaq da tərbiyəsiz. Məktəbdə uşaqlara dərs deyincə övladı da evində dərs verir də. Elə valideynlər var, vallahi elədir. Yenə deyirəm, amma sözüm hamıya aid deyil.
Səvələrdən götürüb məyus olanlardan danışmırıq. Heç də eləmir uşaq bədbəxt gündür. Özü bəlkə müəllimdir, bəlkə həkimdir, bəlkə də psixoloqdur. Övlad özü pis gündədir. Oğlunun psixoloqa ehtiyacı var. Cəmaata girib psixoloqa dərs keçsən, cəmaatı rahatlaşdırırsan. Həm ona nəsihət edir, buna nəsihət edir, ona dərs keçir, buna dərs keçir. Övlad içəridə evdə pis gündədir edilsin. Tərbiyəsini verir. Və ya qız uşağı Allah korusun. Ona görə ciddi yanaşmalıdır övlad tərbiyəsinə qardaşlar. Çox ciddi. Yazıqdırlar. Həm özümüz yazıq olmayaq, həm onlar yazıq eləməyək. Vallahi düzgün eləməsək, böyüyəndə çox peş olacaq. Böyüyəcək, baxacaq. İndi Allah korusun, bizə aid olmasın. Gerçi Zeyd adında bir şəxsdir, qardaş. Yaşlaşır, 40-50-55 yaşı var. Özü məhcəsə gedir, ibadətdə, evin içində övladı namaz qılmır. O necə olacaq? O valideyn nə istəyir, əli qardaş? Allah, vallahi Allah korusun, qardaşlar. Adam dəhşətə gəlir. Sən ibadət etsən, övladlar pis gündədir. Övladların tərbiyəsinə fikir vermək. Allah şahiddir, qardaş. Həqiqətən. Yazıqdır. Cəmiyyət pozulub, nə gündədir? Gecə gündüz dua, bacarmasa yalnız dua elə. Dua, çoxu dua eləmək lazım. Başqa cür alınmır, başa düşdü qardaş. Cəmiyyəti görürsən, onu həmişə dövsəm olub, qardaşlar. Övladların qayğısına diqqət etmək lazım. Gecə gündüz, ya Rabbi, mən bacarmıram, zəifəm, sən ədəbləndir. Allah'a sığınma, Allah'a pənah var. Bəzi özümüz bacarmır. Ona görə Abdullah ibn Mübarək olursa, yoxsa Fudayl ibn İyad radiyallahu anh, rahiməhullah, Allah onu rəhmət eləsin. Övladı biraz bivec, biraz nadin uşaq olur. Deyir, ya Rabbim, bacarmıram. Tərbiyəsindən bazarsan, onu ədəbləndirsən, onu tərbiyələndir. Allah duasını qəbul edir, uşaq tərbiyələndir. Tərbiyəli birisi olur, ədəbli ərkanlı. Deməli, özümüzdən görməyək, gecə gündüz dua eləmək. Bacarmırıq, siz onca duanı eləyək, dua eləmək lazımdır. Səbəblərdən götür də dua eləmək. Çoxlu dua eləmək lazım. Yazıqdır. Allah balalarımızı ıslah eləsin. Amin. Yaxşı, növbəti hədis. Allah Resulü buyurur sallallahu aleyhi və səlləm 34-cü hədisdə deyir ki, Laqqinu mevtirakum la ilahe illallah. Ölülərinizə la ilahe kəlməsini tələqin edin. Hədisi Müslim rivayət edir. Nə deməkdir? Ölülərinizə la ilahe illallah tələqin. Yəni ki, biz İmam Nəvəvi Əs-Sindi, həmçinin İbn Məzən haşiyəsində kitabı şərh deyir ki, söhbət yəni ölüm ayağında olanlar, yəni söhbət ölüdən getmir. O bəzi bidət əhli var, gəlib başı deyir, bunu deyir, bunu deyir. Abi ölü bir bu eşitmir. Eşitmir səni. Mevtakum, yəni ölüm ayağında olanlarınıza bu kəlməni tələqin edin. Bizə ki, hədisdə gəlir, digər bir hədisdə Allah Resulü deyir, buyurur sallallahu aleyhi və səlləm. Deyir ki, hədisdə, səhih hədisdə Allah Resulü buyurur ki, İbn Hibbəndə gəlir. Səhih hədisdir, Şeyx Xaban edib səhihdir. Deyir ki, ölülərinizə la ilahə illallah kəlməsini tələqin edin. Çünki kimin son kəlməsi ölüm ayağında la ilahə illallah olarsa, bir gündə olsa cənnətə girəcəkdir. Bundan qabaq nə etmiş olsa da, yəni hansı günaha düşmüş olsa da, bulaşmış olsa da, sonunda cənnətə girəcək. Deməli, hədis göstərir ki, endəl mauti, ölüm ayağında olanda, da gedib ölüm qulağına nəsə demənin mənası yoxdur, ölüm. Ölüm ayağında olanda təlqin elətdirmək lazımdır. Çünki, necə ki, dedik, başqa rivayətdə gəlir ki, son kəlməsi la ilahə illallah cənnətə daxil olar. Burada bir fikri məsələ də var, incəlik də var. Belə deyək də bir fikri məsələ deyəndə ki, belə deyək də bir şey var. Yəni, bəzi insanlar elə bilirlər ki, deyəmada buna gecizdirmək lazım. Adam ölüm ayağındadır, pis gündədir. Məsələn, bir ata, qardaş, əmi, dayı, nənə, baba, bibi və s. kimsə indi dostum, qardaşım, bacım və s. Deyir, la ilahe illallah, bu deyir, la ilahe illallah. Deyir, la ilahe illallah, deyir, la ilahe illallah. Deyir, deydi bir dəfə, dayanmaq lazımdır. Bezdirmək olmaz. Necə ki, bunun fikri budur. Hədsi mənası odur. Dedi, dayan. Nəsə desə, danışsa, onda dinən, la ilahe illallah. Niyə? Çünki bu son kəlməsi, bu tövbə kəlməsi olsun. Məsələn, deyə bilər, balaq su ver. Və ya qardaş su ver. Aha, başqa söz danışdı. Birdən bunu deyib ölsə necə? Onun dalınca suyu get, amma dinən la ilahe illallah. Qoy son kəlməsi ata, qardaş, bacım su ver olmasın. Nə olsun? La ilahe illallah. Çünki son kəlməsi bu olarsa, ümid edilir ki, cənnətə daxil olacaq. Dedim ki, bezdirmək olma, adam var deyir, qardaşım, nansa, nənəm ölüm ayağındaydı. 5-6 saat demişəm, dinən la ilahe illallah. Axşama kimi decizdirib ya arvada. Çünki insan ölüm ayağında necə olur?
düşüb də bu gücündən danışır da qardaş. Bu elə bir vəziyyətdədir ki, başını qaldıra bilmir. Bir ağzınasa deyəmir ki, bala məsələn su ver və ya da ki, filan kəs nə oldu, filan kəsə borcun var da apar. Bu danışa bilmir, nə gündədir, ölüm ayağını insan görmürsən də qardaş. Son nəfəsləridir də. Deyir, qardaş, inanırsan, düz başa düşməmişəm hədisi. Yazıq arvada deyir, sən axşama kimi təlqin elətdirmişsiniz. Bilmir. Yoxsa hədisin fikrindən xəbər yox. O deməkdir ki, dedin deyəm. Danışmadı ki, işin olmasın. Bırak, qoy rahat nəfəs alsın. Qoy rahat canını tapşırsın. Danışsa dinə həməndə ki, məsələn, qardaşım, ata, ana, bacı, dinən la ilahe illallah. Qoy desin la ilahe illallah. Dedi, ta işin olmasın. Bırak, qoy rahat olsun. Yenə danışsa, yenə. Daha səhərə kimi ona dedizdirmək lazım deyil. Hədisin bəzləri düzgün başa düşmək. Sonuncu hədis, 35-ci hədis, burada saxlayaq. Allah Resulü buyurur sallallahu aleyhi və səlləm, Mən kəzəbə aleyyə mütəammidən fəliyətəbəvvə məq'adahu minən-nar. Kim mənim adımdan yalan danışarsa, bir yalan mənə nisbət eləyərsə, cəhənnəmdəki yerini hazırlasın. Oddakı yerini hazırlasın. Bu hədis göstərir ki, ey müsəlmanlar, Allah Rəsulunun adından yalan danışma olmaz. Onun üçün olsa da belə onun adından yalan danışma. O bəzi sufi təriqətlər var. Hədis danışır. Hədis uydurmadır. Elə hədis bəlkə də yoxdur. Deyir, mən onun adından yalan danışmıram. Mən onun üçün yalan danışıram. Qoy onu sevsinlər, əməl eləsinlər. Desinlər bu İslamdandır, bu Məhəmmədin dinindədir. Onun üçün yalan danışır. Qardaş, onun sənin yalanına vallahi ehtiyac yox. Açıq aydın, günəş kimi açıq aydın yol qoyub gedir. Qardaş, əməl elə bitsin, qutarsın da. Yalana nə ehtiyac var? Belə insanlar var, subhanallah. Gör, şeytan necə azdırıb bunlar. Bu elə bilir ki, Allah Rəsuluna olan sevgisindən onun üçün yalan danışmaq olar onun adından. Dedi, qardaş, ehtiyac yoxdur. Allah Rəsulunun yalana ehtiyacı yoxdur. Onun üçün yalan danışmaya ehtiyacı yoxdur. Bizə yalan danışmaq qadağan edir. Fərqi yoxdur. Kimin üçün olur olsun. Sən olanları dev, vallahi kifayət edir. Hələ olanları bilmirlər zaten. Bəlkə dedən sorursan, səhər axşam zikirlərini bilmirlər. Allah Rəsulü səhər axşam zikirlər öyrədib. Elə də, elə onun adından elə də. Deyək, bax, Allah Rəsulü sallallahu aleyhi və səlləm bir müəyyən zikirləri öyrədib. Bir bunu eləyəni bu mükafat elə, onu tələqin elə də insanlara. Onu çatdır da. Sən niyə onun adına yalandan nəsə uydurursan ki, kim tənəsə bir salih əməl eləyəcək? Hə, bunun sahabı Peyğəmbər sallallahu aleyhi və səlləm gedəcək. O seviləcək, dini seviləcək. Buna ehtiyac yoxdur, qardaş. Olanı söylə. Subhanallah, sahabələr birdən xəta edərəm deyə hədis rəvayətini saxlamışa ki, rəvayət eləmirdi hədis. Birdən səhv edərəm. Təsəvvür elə, sahabə, subhanallah. Abdullah ibn Zübeyir deyir ki, ata, kimin oğlu olur, bilirsiniz də? Zübeyir ibn Avvamın oğlu da cənnətlə müjdələmiş 10 kişidən biridir bir hədisdə. Aşərə mübəşşiri. İlk İslamı qəbul edənlərdəndir, mühacirlərdəndir. Zübeyir ibn Avvam. Abdullah deyir ki, ata, o da sahabədir. Görmürsən, Əbu Hüreyrə nə qədər hədis rivayət edir. Sən niyə eləmirsən? Sən hara olmaz. Bəli. Zübeyir ondan radiyallahu anhu, Əbu Hüreyrədən da ondan da razı olsun, fəzilətlidir. Baxmayın ki, o daha çox hədis rivayət edir. Lakin bu fəzilət niyə mühacirdir? İlk İslam'a gələnlərdəndir. Cənnətlə müjdələnmiş ilk 10 kişidən birisidir. Əfsəldir Əbu Hüreyrədən. Nə deyir? Bir ev ol deyir. Qorxuram birdən səhv edirəm, adından yalan deyir. Yaşlaşmışam da deyir. Yaşlaşmışam. Əbu Hüreyrə cavandır, o yaşlaşır. Deyir, qocalmışam, çox şey unutmuşam, birdən səhv edirəm. Bu gün bizim müsəlmanlar var ki, bəzən bax, bunu xüsusən deyirəm. WhatsApp-da, Telegramda, orada, burada. Nəsə paylaşır, mənbə yoxdur. Hədis var, deyim, qardaş, bunun mənbəsi anı, deyir, hədis deyir, bildirmə hədisdir. Sələkə səhih deyir, qardaş. Peki, uydurmadır, qardaşım. Hədis sənə şamil olunur, biləsən. Mənbəsiz məlumat paylaşmaq olmaz. Xüsusən hədisləri. Paylaşırlar. Allah Resulü, Həzrət Muhammed belə dedi. Mənbə yoxdur. Bu arada görmürsən də xüsusən bu türklərdə zətdə. Qardaşım, mən göstəririm hələ harda rəvayət olunur. Bəlkə belə hədis yoxdur. Hədis də nə olacaq ki? Bildiyim hədisdir, bəlkə zəifdir. Bəlkə uydurmadır. Nə olsun salih əməllərə təşviqdir, nəyəsə təşviq edirsən. Qardaş, uydurmadır da. O qədər salih əməllərlə bağlı sizə hədislər var ki, bizə kifayətdir, vallahi kifayət. Eləsə kifayət, eləyib, olar eləmirik. Zaten eləmirik. Eləcək bizə kifayətdir, bizim sonra ehtiyacımız yoxdur yalanlara, zəiflərə, uydurmalara. Ya alim müsəlmanlar paylaşırlar, bir şəkil də qoyur böyrünə, bir güc səhdə qoyurdan bəzir, Həzrət Muhammed söyləmişdir. Qardaşım, mənbəni göstər. Hədis deyir ki, kim mənim adımdan yalan danışarsa, odda, atəşdə olan yerini hazırlasın.
Faizi bilən o işləri görməli deyil. Mənbən bilmirsənsə, nəfsə xoş gəlsə də, ay, subhan, nə fəziyyətli əməl desən də, qardaş, paylaşmaq olmaz. Örgən, araşdır. Səhih olsa paylaş, əməl elə. Tək paylaşmaq da yoxdur. Paylaş, əməl elə yox. Adamlar ancaq paylaşır. Hədislər paylaşır, salih əməllərlə bağlı. Özü əməl eləmir. Qardaş, bu nə mənasıdır? Qardaş. Təbii ki, əmr bil məruf, nəhy əl-münker həmişə olmalı. Özü eləməsə, lakin ən böyük bədbəxt odur ki, paylaşdığın əməl eləmir. Başqası edir, sən əməl eləmirsən. Bu məsələdə diqqətli olmaq lazım. Mən bilmirsən də paylaşma, qardaş. Statusa qoyma. Nə bilim, orada profilə qoyma. Burada paylaşma, orada paylaşma. Mənbə yoxsa paylaşma. Kim olursa olsun. Qardaş, mənbəsini örgən gedin. Niyə? Qoy onun dini qorunsun. Allah Resulü sallallahu aleyhi ve sellem. Qardaş, ümmət üçün çalışdı, vuruşdu, canından, malından, hər şeyindən keçdi. Allah üçün cihad etdi, Allah üçün nəsiyyət elədi, haqqı çatdırdı. Qardaş, gəlin zay eləməyək bu dini. Mənbəsiz məlumatlar paylaşma olmaz. Kimin sözü olursa olsun. Xüsusən Allah Resulü sallallahu aleyhi ve sellem zikr olunursa, soruşduran qardaş, mənbəsiz nədir? Bir başqa etiraz elə, hədsə dəlil gətir. Qardaş, mənbən deyil, ondan sonra paylaşır. Allahdan qorx. Harada kimdə görürsən, statusunda, profilində, nə bilim, orada, burada, mənbəsiz paylaşma, hədis var. Allahdan qorx. Zəif demə də mən bilmirdim. Burada mən səhv hüccət qaldırdım da. Deyirəm, bu hədis var. Və biz də belə eşitmişik. Müəllimlərimizdən, tələbələrimizdən, şeyxlərdən. Eşitdiyimiz budur, özümüzdən demirik. Olmaz. Səhabələr belə yaşlanıb, qorxurdu ki, bir də səhv deyərəm, hədis rivayət eləmir. O ki, qaldı hələ biz. 2 dənə şey bilir, ondakı dalqabaq bilirik. Onun görə bugün hər şey körlanı verir. Bugün görsün nə qədər danışanlar var. Aləmi bir-birinə vurublar, çorlayıblar hər şeyi. Niyə? Hər şey tərslə-mərslə başlar ona görə. 5 dənə şey bilir ki, alləməd. Bu məsələdə bundan yoxdur. Adi şey sorsan, heç nə qalmır, bilmir. Nə gündə və s. və ilahır. Ona görə gözəl qardaşlar, bu dini qorumaq lazımdır. Hər birimizin üzərinə düşür. Sənin, mənim fəyə yoxdur, tələbə, qeyri-tələbə. Qardaş, bu dini qorumaq, yaşamaq, yaşatmaq hamımıza aid. Hamı sənə də, mənə də, o birisinə də, fərqi yoxdur. Özünə müsəlman deyən, mümin deyən, hər bir kəs bu dini qorumalı. Mühafizə eləməlidir, yaymalıdır, yaşatmalıdır. Ən xeyirli insanlar bunlar. Allah biz onlardan eləsin. Allah tabi həmişə xeyirli müvəffəq eləsin. İnşallah gələn dərsdə davam edərik. Subhanallah və bihamdik. Əşhədü en la ilahe illallah və estəğfiruka.